Salam, hər vaxtınız xeyir əziz dostlar. 11 may 2025-ci il Kiyev şəhəri Müqəddəs Mixail kilsəsinin, qızıl örtüklü Mixail kilsəsinin önündəyəm mən. Və sizin üçün bir tarixi ekskursiya etmək qərarına gəldim. Çox xahiş edirəm, diqqətlə qulaq asın. Yadınızdadırsa, ötən həftə Rus Pravoslav kilsəsinin rəhbəri Kiril, yəni Vladimir Mixailoviç Qundyayev, Bakıda olanda Azərbaycanın birinci vitse-prezidenti və prezidentin həyat yoldaşı Mehriban xanım Əliyevə Knyaginya Olga ordeni verdi. Mən həmin o Knyaginya Olganın 1911-ci ildə Çar Rusiyasının qoyduğu və 1919-cu ildə uçurulmuş, sonradan bərpa edilmiş heykəlinin önündəyəm. Knyaginya Olga İlk qadın qurucudur Kiyev Rus dövlətinin. Təxminən deyəndə, bəli, bir neçə il fərq ola bilər. 910-cu ildə dünyaya gəlib, 940-cı ildə həyat yoldaşı İqor rəhmətə gedəndən sonra Kiyevin kraliçası olub, Knyaginya Olga deyirlər. Və təxminən 20 ilə yaxın hakimiyyətdə olduqdan sonra, oğlu böyüyəndən sonra vahid övladları olub, Svyatoslav və öz, deməli, hakimiyyətini könüllü olaraq oğluna verib. Yəni, Knyaginya Olganın Moskvaya, 100 neçə il sonra tikilən Moskvaya, 100 il sonra tikilən Moskvaya heç bir qarışacağı yoxdur. Yəni, bugünkü Rusiya məsələsinə heç bir qarışacağı yoxdur. Və Knyaginya Olganın yanında da, deməli, sol tərəfdə müqəddəs apostol Andrey Pervazvanni kimi idi. Andrey Pervazvanni Bizansın birinci yepiskopu olub. 60-cı illər, bizim eramızın 60-cı illər yaşayıb, təxminən, deməli, Knyaginya Olga Kiyevin Knyaginiası olanda, deməli, özü könüllü olaraq 954-cü ildə, deməli, özü Bizansa gedir, yəni Konstantinopola, İstanbula, bugünkü İstanbula gedir və xristianlığı qəbul edir. Ona görə bu şəxslər Ukrayna üçün müqəddəs sayılırlar. Yəni, Andrey Pervazvanni, İsa əleyhissalamın yaxın ətrafından olan, deməli, şərq xristianlığı, ortodoks da deyirlər onlara, pravoslav dünya görüşü. Onun, deməli, başçısı hesab edilir xristian dünyasında, pravoslav dünyasında. Ona görə, yəni, biləsiniz ki, çoxlu Andrey adları var xristianlarda, pravoslavlarda. Düzdür, katoliklərdə də var, Andrey filan, yəni, bütün millətlərdə var, Andrey, fransızlarda. Amma ən çox pravoslav dünyasında, çünki Bizansın birinci yepiskopudur. Yəni, yepiskop da kimdir? Yepiskop, bizim İslam dünyasına çevirsək, şeyx deyim, imam deyim, yəni birinci şəxs. Kilsənin birinci şəxsi həmin ərazilərdə. Və Knyaginya Olganın yanında daha iki şəxsin, deməli, heykəli var. Bunlar da Kiril və Mefodi, yəni Kiril əlifbasının qurucularıdır. Bunlar təxminən Knyaginya Olgadan 50 il, 60 il əvvəl yaşayıblar. İki qardaş olublar. Böyük qardaşın adınadır Əski Slavyan yazıları ki, görürsünüz, burada da oxuyursunuz. Yəni, Əski Slavyan əlifbasını Kiril əlifbası deyirlər. Bu iki qardaş yaradıblar. Deməli, onların da adınadır. Yəni, nə demək istəyirəm? Onu demək istəyirəm ki, yaxınlaşım, həm də görəsiniz ki, doğrudan da 2-ci Nikolay dövründə, 1911-ci ildə Knyaginya Olganın heykəli qoyulub burada. Bax, görürsünüz. Sonra deyirlər ki, bax, 1911-ci il. 19-cu ildə, 1919-cu ildə yaramaz kommunistlər gələndə, deməli, heykəli deviriblər. Sonradan insanlar müstəqillik dövrü bərpa elədilər. Bu heykəllərin hamısı, hərəsi, deməli, nə bilim,
zirzəmilərdə sınmış, qırılmış formalarda hamısını bunları necə deyirlər, sonradan hamısını bərpa elədilər. Bax, beləliklə bu kiçik ekskursiya ilə biz bir daha sübut etmiş oluruq ki, sizlə bir yerdə Knyaginya Olganın ümumiyyətcə Kiyev Rus dövlətinin, Kiril əlifbasının, knyazlıkların Moskvaya heç bir əlaqəsi yoxdur. Moskva, yəni Rusiya sözü ilk dəfə olaraq əl yazmalarında 1721-ci ildə yazılıb. O da ki, Poltava döyüşündən sonra 1-ci Pyotrun istəyi ilə deməli, belə bir iş görüblər. Mən bir daha bildirirəm, yəni Knyaginya Olga ordenin verməyə onun heç bir mənəvi haqqı yoxdur. Yəni Knyaginya Olga Ukraynanın anası sayılır dövlətçiliyin, Kiyev Rus dövlətinin deməli, dövlət formasına düşməsinin banisidir. Nəyə görə? Çünki ilk dəfə olaraq dövləti sistemləşdirmək, idarə etmək məsələləri, ilk direktivlər, ilk göstərişlər, ilk rəsmiyyətçilik doğrudan da 940-960-cı illərə təsadüf edir. Ki, hələ Kiyev Rus dövləti rəsmi xristianlığı qəbul etməmişdi. Knyaginya Olga deməli, hakimiyyətdən gedəndən 28 il sonra 988-ci ildə qəbul edilib xristianlıq. Kiyev Rus dövləti qəbul edib. Onu bildirirəm ki, yəni çox təəssüf olsun ki, bəzən insanlarımız doğrudan da elə bilirlər ki, güya həmin o bugünkü cinayətkar terrorist Rusiyanın, terrorçu Rusiyanın güya ki hansısa tarixi var. Hər zaman mən demişəm,